Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bizler keçən dəfəki mövzunun bu dəfə inşallah davamını edəcəyik və Qurani Kərimin elmə verdiyi əhəmiyyət haqqında biraz da geniş bəhs açacağıq. Bu günləri biz xülasə olaraq keçmiş mövzunu bir daha xatırlatmaq istəyirdik. Deməli, keçmiş mövzularda biz Qurani Kərimdə elmsiz hər hansı bir məsələnin arxasınca düşməyi qadağan etdiyini və bu barədə olan İsra surəsinin 36-cı ayəsi ətrafında söhbət elədik. Və bəyan olundu ki, Qurani Kərim elmsiz hər hansı bir məsələyə etiqad etməyi şiddətli surətdə qadağan eləmiş, hətta insanın icra elədiyi hər hansı bir əməldə belə insana buyurmuşdu və insana əmr eləmişdi ki, həmən məsələdə hansı bir elmə əsaslansın, hansı bir əməli yaxşı olduğunu etiqad edib icra etməmişdən əvvəl həmən əməlin hansısa bir elmi bir dayaq üzərində durmasını araşdırmağı təkid eləmişdi. Və sonra bəyan olundu ki, insanın müraciət elədiyi və insanın elmi əsas olaraq elmi dayaq üzərində durduğunu etiqad bəsləyərək qəbul etdiyi əsas iki dənə mənbədir. Biri daxili peyğəmbərdir, hansı ki insanın ağlıdır. Digəri isə Allah Taala'nın hər bir zamanda seçdiyi peyğəmbərlər vasitəsilə göndərdiyi vəhy qaynaqlı ilahi bir səmavi bir kitabdır. Və sonra bəyan olundu ki, İsra surəsinin 36-cı ayəsi Euzubillahimineşşeytanirracim buyurur: La takfu ma leysa laka bihi ilmun. İnne's-sem'a vel-basara vel-fuada kullu anhu kana mas'ulan. Bu ayə buyurur ki, hansı bir şeyə ki elmin yoxdur, onun arxasınca getmə. Çünki qulaq, göz və insanın qəlbi bütün etiqad bəslədiyindən hesaba çəkiləcəklər. Ayə bildirmək istəyir ki, insanın bədən üzvləri, qulaqdır, gözdür, insanın qəlbidir. Bütün bunlar insanın elm əldə eləməyi üçün ona verilmiş, Allah tərəfindən ona əta eləmiş bir vasitədirlər. Və buna görə də insan bu vasitələrdən ancaq elm əldə eləmək üçün istifadə eləməlidir. Bu vasitələri Allah Taala hər bir bəndəyə əta eləyib ki, hər bir bəndəyə nemət olaraq verib ki, insanlar bu vasitələrdən elmi əsaslı mövzuları, məsələləri dərk eləsinlər, qəbul eləsinlər. Qulaq gərək ancaq elmi əsaslı məsələləri eşitməli və bu məsələləri qəbul eləməlidir. Göz ancaq elmi həqiqəti və elmi əsaslı məsələlərə, mövzulara diqqət eləməlidir, baxmalıdır. Qəlb də həmçinin o məsələlərə ki, elmi əsaslıdır, bürhan, ağıl və məntiq üzərində qurulub, o məsələləri qəbul eləməli və onlara etiqad bəsləməlidir. Ayə bildirir ki, əgər hər bir insan Allahın verdiyi həqiqi elmi əldə eləmək üçün olan bu vasitələrdən düzgün istifadə eləməsə, yəni bu vasitələrlə elm əldə eləməyə məcbur olduğu halda, mükəlləf olduğu halda, elm əldə eləməkdə istifadə eləməsə, cəhalət, nadanlıq, şeytani məsələləri, elm əsası olmayan nadanlıqdan ibarət olan mövzuları qəbul eləməkdə istifadə eləsə, axirət günü Allah Taala bütün bu bədən üzvlərindən sorğu-suala çəkəcək və insanı bu nemətlərdən düzgün istifadə etmədiyinə görə hesaba çəkəcəkdir. Ona görə ayə əvvəldə buyurur: La taqfu ma leysa laka bihi ilmun. O məsələlər ki, ona elmin yoxdur, elmi əhatən yoxdur, onun arxasınca getmə. Ancaq o məsələləri qəbul elə ki, o məsələlərdə sənin elmin vardır, sənin o məsələləri elmi əhatən vardır. Və elmi əhatə olmayan məsələləri qəbul etmək bu ayə tərəfindən qadağan olunmuşdur. Dediyimiz kimi bu məsələ insanın sağlam fitrətinin hökm elədiyi bir məsələdir. İnsanın sağlam fitrəti insana hökm edir ki, insan yalnız elm arxasınca getsin.
və cəhalətdən, nadanlıqdan insan uzaq olsun. Cəhalət və nadanlıqdan insanın pak fitrəti uzaqdır və pak fitrəti cəhalət və nadanlıqla düşməndir. Və eyni zamanda bu ayənin işarə elədiyi bəzi nöqtələrdən biri də budur ki, burada hər növ təqlidi, hər növ elmsiz itayət olmağı qadağan etməklə bərabər bəzi belə deyək, elm üzərində duran tabeçiliyi və qəbul etməni də təsdiqləmişdir. Yəni bildirdi ki, insanın təqlidi, insanın elmsiz olaraq hansı bir məsələni qəbul etməsi əsas dediyi iki hissəyə bölünür. Birincisi, heç bir elmi qaynağı olmayan kör-könanə təqlid. Bu qədim qövmlərin Qurani Kərimin adını çəkdiyi və onların əhvalatını danışdığı bəzi qədim qövmlərin və tayfaların icra elədikləri öz ictimai həyatlarında şüar kimi əllərində tutduğu xurafi bir təqliddir. Bu xurafi təqlid ata-babaların sözünü heç bir elmi dəlilsiz olaraq qəbul etməkdən ibarətdir. Bu da ondan, bu mənası da odur ki, insan bəzi vaxtı hansı bir şəxsdən və yaxud da ki, illərdən bəri cəmiyyətdə formalaşmış, ata-babalardan keçmiş hansı bir xurafi bir məsələni, elmi əsası olmayan bir məsələni elmi bir məsələ kimi qəbul edir və onu həyatında yaşayır. Bu, dini ayinlərə də şamil ola bilər. Bu, həmsinin hansı adət-ənənələrə də aid ola bilər. Bu zaman, bu elmi əsası olmayan məsələ, hansı ki, son nəticədə araşdırılanda görür ki, bu bundan eşidib, digəri atasından eşidib, atası babasından eşidib, son nəticədə hansısa bir elmi kökü və qaynağı yoxdur. Bu cür məsələləri dinimiz xurafi təqlid adlandırmış və bu növ xurafi təqlidi heç bir elmə qayıtmadığına görə və son nəticədə heç bir elm üzərində durmadığına görə bu cür xurafi təqlidi dinimiz kəskin surətdə qadağan eləmişdi. Quran-ı Kərim də buyurduğumuz kimi, keçən verilişlərdə buyurduğumuz kimi bunun üzərində daha durmayaq. Çox bəzi ayələrində bunu ayələrlə nəhy eləmişdi və məntiqi surətdə bunun qarşısında bir sərt bir, müxalif bir mövqe tutmuşdur. İkinci qəbul olunan və ağlın və dinin, Quranın həmsini təsdiq elədiyi təqlid isə elmi mövzu və elmi qaynaqlı olan təqliddir. Bu da misal göstərdi ki, bütün insan cəmiyyətlərində qəbul olunmuş, insanların qəbul elədikləri təqliddir. Məsələn, hansı bir xəstə bir həkimin yanına gedəndə, bu həkimi əvvəlcə araşdırır, bu həkimin elmliyinə və bu tibb sahəsində olan biliyinə əmin olduqdan sonra onun yanına gedir. Onun yanına gedən zaman həmən həkimdən o öz xəstəliyi barədə suallar soruşur və öz xəstəliyini müalicə eləmək üçün həkimin sözünə sözsüz tabe olur. Yəni, burada da həmən xəstə həkimdən bir növ təqlid eləyir. Ancaq bu təqlid kör-körana xurafi təqlid deyildir. Çünki bu təqlid də son nəticədə elmin üzərində durur. O elmdə bu xəstənin, o həkimin elmliliyinə və bu sahədə mütəxəssis və söz sahibi olduğuna olan etiqadı və elmindən ibarətdir. Bu, cahil insanların və cahil qövmlərin elmi əhatəsi olmayan ata-babalarından sözü eşidib təqlid etmələrindən çox fərqlənir. Bu ikinci təqlidi İslam dini qəbul eləmiş və bu ikinci təqlidi bu dediyimiz ayə, İsra surəsinin 36-cı ayəsi bu cür təqlidi qadağan eləmir. Bu cür təqlid cahilin, alimdən tabeçiliyi göstərməsi, insan fitrətinin qəbul elədiyi, insan cəmiyyətinin ağıllı insanların qəbul elədikləri bir məsələdir. İslam da bu məsələni təsdiqləmiş və bu məsələnin səhih və düzgün olduğunu bildirmişdir. Yəni, bu ayə bu ikinci növ təqlidə şamil olmur. Ancaq ayənin şamil olduğu təqlid növü heç bir qaynağı, elmi qaynağı olmayan təqlidlərə aid olur. Bugünkü söhbətimizdə isə biz İslam dininin elmə yanaşdığı bir cəhətindən bəhs edəcəyik. Bu cəhət demək olar ki, heç bir ideoloji məktəbdə, heç bir dini məktəbdə, fəlsəfi cərəyanlarda elmə bu cür baxılmamışdı və bu cür elmin təhlili verilməmişdi. Bu da Quran-ı Kərimin bütün yaradılışa hakim olan və bütün hər bir şeyi sonsuz elmi ilə bilən Allah Teala tərəfindən göndərildiyinə ən möhkəm dəlillərdəndir. Yəni, insan bu cür
məsələlərə mütaliə edən zaman, bu cür məsələlərə diqqət edən zaman Qurani Kərimin bir daha asimani bir kitab olduğunu və bunun müəllifinin bütün hər bir şeyi bildiyini insan hiss eləmiş olur. Bu da insanın elminin, onun batini ilə, onun ideologiyası ilə, etiqadı ilə, əməli ilə birbaşa rabitədə olmağını göstərməsidir. Qurani Kərim məntiqinə görə, Qurani Kərimin tutduğu mövqeyə görə insanın elmi və əməli arasında qırılmaz bir rabitə vardır. Elm əmələ təsir edir, elm əməli tələb eləyir, əməli artırır, əməli inkişaf elətdirir. Əməl də öz növbəsində elmin naqisliklərini aradan aparır, elmdə olan şək şübhələri təmizləyir və elmdə olan cəhalət və bəzi nöqsanları kamilləşdirir və onları bərtərəf eləyir. Bu mövqe və bu cür elmi və insanın əməlinin qarşılıqlı rabitəsini təhlil etmə məsələsi heç bir ideoloji məktəbdə yoxdur. İslam dini bunun üzərində çoxlu durmuş. Qurani Kərim müxtəlif ayələrdə bu dediyimiz nöqtəyə böyük diqqət eləmişdir. Yəni insanın elmi onun əməlindən ayrı bir şey deyildir. Belə deyil ki, insanın əməli ilə elmi arasında heç bir rabitə olmasın. Elm başqa bir şey olsun, başqa məqulə olsun, əməl də başqa bir şey olsun və bir-birləri arasında heç bir təsir və təsir almaq xüsusiyyəti olmasın. Yəni bu belə deyildir. Qurani Kərim bu ikisinin bir-birinin işini tamamladığı və bir-birinin inkişafında, tərəqqisində və süqutunda, məhv olmasında birbaşa rabitədə olduqlarını buyurur və nəzərə çatdırır. Bu barədə bir neçə dənə ayəni sizin xidmətinizə çatdırmaq istəyərdik. Birinci ayə Ənkabut surəsinin 69-cu ayəsidir. Ayə buyurur: وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ. Ayə buyurur ki, kim bizim yolda, kim bizim uğrumuzda səy eləyərsə, çalışarsa, biz onu öz yollarımıza hidayət eləyərik, öz yollarımıza yönəldərik və Allah Taala da həqiqətən xeyirxah insanlarla və xeyir sahibləri iləndir. Ayədə gələn cahədu kəlməsi cəhd və yaxud da ki, deyirlər cöhd kəlməsindən, cöhd maddəsindən gəlmişdir. Bu cöhd maddəsi insanın bütün gücünü verərək çalışması mənasındadır. Yəni, insan hər hansı bir hədəfə çatmaq üçün bütün gücünü, bütün səyini edəndən sonra yəni əlində olan bütün imkanlardan istifadə edən zaman buna deyirlər ki, yəni bu cihad elədi, cahədu, cihad elədi. Deməli, insan bütün gücünü sərf edəndə ona deyirlər, yəni bu maddə o mənanı bildirir. İnsanın bütün gücünü, bütün əlində olan imkanlarından istifadə etməsi. Bu kəlimə ümumi mənadadır. Yəni, adətən müsəlmanlar arasında deyəndə ki, biri cihad eləyir, döyüş meydanında düşmənlərlə mübarizə aparmaq mənası başa düşülür. Ancaq Qurani Kərimdə olan bu ayədə cahədu kəlməsi mütləq işlədilib. Rağib İsfahanlının Quran müfrədatı kitabında dediyi kimi, buradakı cahədu, yəni cihad etmək kəlməsi üç mənada işlədilmişdir. Və cihad üç mənada işlədilir. Birincisi, düşmənlərlə fiziki mübarizədən ibarətdir. Yəni, döyüş meydanında insanların bir düşmənlə hansı bir hədəflər, məqsədlər üzərində mübarizəsindən. İkinci, cihad eləyir mənası, cihad etmək mənası şeytanla mübarizəyə şamil olur, şeytanla mübarizə aparmağa. Üçüncü mənası isə nəfsin insanları azdırması ilə mübarizəsinə şamil olur. Bu Qurani Kərimin bu ayəsində heç bir qeyd və şərt olmadığına görə bu cahədu kəlməsi bütün bu üç mənaya da şamil olur. Yəni ayə buyurur ki, hər bir kəs ya günahla mübarizə aparmaq forması ilə, ya nəfsi ilə mübarizə aparmaq forması ilə, ya kimisə haqq yola çağırmaq forması ilə, hər hansı bir yolla, ya düşmənlə mübarizə aparmaq, fiziki mübarizə aparmaq yolu ilə, hər hansı bir formada bizim yolumuzda çalışsa, yəni Allah rizası ilə, Allah rizasına xatir, Allaha xatir bizim uğrumuzda səy eləsə, çalışsa, biz onu öz yollarımıza hidayət eləyərik.
Burada öz yollarımıza hidayət edərik subuluna kəlməsi yollarımızı burada cəm şəklində gətirib. Yəni Allah Taala bu cahədu bir də o nöqtəni bildirir ki, bu əmələ feili aid olan bir şeydir. Yəni əməl son nəticədə səbəb olur ki, insan Allahın yoluna hidayət olunsun. Kim hər hansı bir əməli icra eləyərsə, bu əməl səbəb olar ki, Allahın yollarına hidayət olunmuş olsun. Bu yollar da son nəticədə yol sahibinə gətirib çıxardır. Yəni deyəndə ki, səadətin yolları, yəni o yollar ki, son nəticədə gətirib səadətə çıxardır. Deyəndə ki, Allah Taala Qurani-Kərimdə buyuranda ki, bizim yollarımız bu son nəticədə Allaha gedən bir yollardır. Yəni bu yol son nəticədə sahibinə gedib yönəlir. Ayə buyurur ki, kim bizim uğrumuzda vuruşarsa, cəhd eləyərsə, çalışarsa onu yollarımıza hidayət edərik. Buradakı Allaha gedən yollar çoxlu bunun belə deyək, müxtəlif formaları vardır. Onlardan bəzisi hansı ki mövzumuza aid olan formaları insanın elmində olan naqisliklərin aradan getməsi, insanın şək şübhədən arınması, təmizlənməsi, insanın etiqadının saflaşması, insanın elmin kamilləşməsi və çoxalmasıdır. Yəni hər hansı bir insan Allahın uğrunda, Allah rızası ilə əməl eləyərsə, çalışarsa, vuruşarsa, istər nəfsi ilə mübarizə aparmaq formasında, istər digər bir formada hansısa Allah rızası üçün bir feil icra eləyərsə, son nəticədə bu öz batini islahına yönəlmiş olacaqdır və onun elmində öz təsirini qoyacaqdır. Onun elmi kamilləşəcək, onun elmi cəhalətdən uzaqlaşacaq, etiqadı, haqq etiqadı daha da möhkəmlənəcəkdir. Bu ayə feillə insanın batini və elmi arasında qarşılıqlı bir rabitənin olmağını göstərir. Yəni insanın feilləri insanın batinində öz təsirini qoyur və insanın elmini daha da artırır, daha da kamilləşdirir. Bu nöqteyi nəzərdən demək olar ki, heç bir ideoloji məktəbdə əməl və feilin, əməl və insanın elminin xüsusiyyətinə və bir-biri ilə rabitəsinə bu cür baxılmamışdı. Yəni, əməl son nəticədə insanın mənəviyyatından, batinindən və onun elmindən tamam ayrı olan bir məhfum və məna kimi dəyərləndirilmişdir. Əməl ayrı bir şeydir, elm də ayrı bir şeydir. Ancaq məhz bu ayə insanın əməl və elmi arasında qarşılıqlı rabitənin və bir-birinin işlərini tamamlaması rabitəsinin olduğunu bildirir. Əməl elmi çağırır, elm də son nəticədə əməlin inkişafına və əməlin tərəqqisinə gətirib çıxardır. Mövzunu burada saxlayırıq. Bu mövzunun davamını inşallah gələcək görüşlərimizlə bəhs eləyəcəyik. Allah amanında qalın. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala Muhammedin və ali Muhammed. Allahümme salli ala محمد وآل محمد اللهم صل على